Canlı ifanın adı gələndə özünə əmin olmayan müğənnilər bax bu günə düşür. İndi dediniz ki, canlı ifa olsun. Əslində canlı ifa eləməyi çox sevirik. Bəzən gedirik məclis başlamamışda özümüz ki ifa edirik. Onun üçün mən öyrəşmişəm ilk öncə. Yəni musiqiyə başlayanda studiyada öz səsimi aydın eşitmək. Çünki aydın eşidə bilməndə rahat özüm hiss eləmirəm. O baxımından da mən həmişə də qeyd eləmişəm buradan çox vaxtı digər veriliş aparanlar dincilməsinlər. Demişəm, əgər mən canlı ifa eləyəcəmsə, mənim öz kriteriyalarım var. Çingiz buradadır, Onlar birazdan yox, ifa Çingiz edərsin. Çingiz gəlib. Məsələ orasında deyil. Mən orada özümü aydın eşitməliyəm. Biz baxırıq digər kanallar, televiziyalarda, yəni məsələn Türkiyədə olsun, oralarda canlı ifalar nə dərəcədə keyfiyyətli səslənir, nə qədər müğənni özü rahat eşidə bilir. Bu kriteriyalar olmayan da mən ona görə də bir dəfə demişəm ki, kimsə deyə bilər, fikirləşər ki, niyə oxumadı, oxuya bilmir. Mən oxunmağımda yeri gəldikdə 2 saatlıq canlı konsert vermişəm Edirək sarayında. Sadəcə olaraq mən həssasam. Birazca ki, özümü aydın eşitmədim və yaxud da musiqiçilərlə nələrsə uyğun gəlməyəndə o istədiyim kimi reysə düşə bilmirəm. İnşallah o tamaşaçılar Xeyr, mən buradan elan edirəm bütün digər verilişlərdə də mənim gəldiyim əgər canlı ifa varsa əvvəldən deyilməlidir. Mən hazırlıqlı gəlməliyəm. Ən azından bir qulağımı eşitmək üçün qulaqçı olmalıdır və yaxud da yaxından monitor olmalıdır. Bu kriteriyalar əlbəttə var. Onun üçün bir hazırlıqlı gəlsək, biz də bilirsiniz, gərək tamaşaçılara biz də daha yaxşı şəkildə bir material təqdim edək.